İranda hicab məcburiyyəti ilə bağlı qanun dəyişdirildi. Bundan sonra İranda hicab məcburi olmayacaqdı. Bu haqda Günas TV saytı xəbər yayıbdı. Saytın verdiyi məlumata görə bununla bağlı İran Məsləhət Şurasının üzvü Məhəmməd Rıza Bahonər açıqlama veribdi. O bildirib ki, İranda hicab taxmaq məcburiyyəti artıq heç bir cərimə, cəza və ya hüquqi məsuliyyət yaratmayacaqdır. O deməkdir ki, İranda da hicab könüllü olacaqdır. Kim istəyər hicab taxar, kim istəməz taxmaz. Yəni belə bir məcburiyyət bundan sonra tətbiq edilməyəcəkdir. İranda hicabın ləğvi ilə bağlı, daha doğrusu məcburiyyətinin ləğvi ilə bağlı bilirsiniz ki, Azərbaycanlı, Güney Azərbaycanlı milli fəallar da bir çox mübarizə aparırlar. Hətta hazırda İran zindanlarında sırf hicabla bağlı, hicabın könüllü olması ilə bağlı təkliflər irəli sürən, hicab məcburiyyətinə etiraz edən nə qədər milli fəallar var ki, hələ də həbsdədirlər. Düşünürəm ki, yəqin ki, onların məsələsinə də baxılacaqdır. Çünki onların tək istəyi hicab məcburiyyətinin İranda ləğvi edib. Məhz belə bir tələb irəli sürdüklərinə görə onlar həbs olunmuşdular. Nə deyək, Güney Azərbaycanın gözü aydın olsun. Güney Azərbaycanımızı təbrik edirik və ümid edirik ki, İranda ciddi islahatlar bundan sonra da davam etdiriləcəkdir.